Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salli ala Muhammed və əl Muhammed. Bax, qardaşlar, burada nə görürük? Bir insan üzü. Mən burada sizə nəyə göstərmək istəyirəm? Muhammed kəlməsi bu cür yazılır. Həzrəti Peyğəmbərin adı Muhammed və ya bu cür də yazıla bilər. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm. Biz bunu ağız boşluğunda yazanda mim, ha, yenə mim və dəl hərflərini görürük. Amma burada nə isə demək istəyirəm. İlk gələn ayə nədir? Bismillahirrahmanirrahim. İqra bismi rabbikəl-ləzi xalaq. Bu ilk gələn ayə iki cümlədən ibarətdir. Birinci bu gəlib. Bismillahirrahmanirrahim. İqra bismi rabbikəl-ləzi xalaq deyərək ayə gəlib. Deməli, iqra ilk əmrdir. İlk kəlmə bismi kəlməsidir. Yəni, adı ilə, ismi ilə. İlk əmr forması isə iqradır. Yəni, oxu. İndi fikir verin. İqra kəlməsində biz i-ni deyəndə i hərfin, iki dodaq açıq olmalıdır. Biz dodaqlarımızı yumub i deyə bilmərik. Dodaqlar açıq olmalıdır. Bax, fikir verin, dodaqlar açıqdır. Sanki qıraqdan baxanda dəl hərfinə oxşuyur. Mən burada qısa deyim ki, nə demək istəyəcəm? Yəni, iqra kəlməsi ilk əmir Muhammed kəlməsi ilə eynidir. Ona əhl-i beytinə səlavat və səlam olsun. Fikir verin, iqra kəlməsini nə cür deyirik? Dodaqlar açılır, i-dən sonra hansı səsi çıxırıq? Q-nı. Amma bu q sizin bildiyiniz Azərbaycan xalqının tələffüz elədiyi q-dır ərəb dilində. O boğazdan çıxır. İqra yox, İqra, 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 bu boğazdan çıxır, daha dərindən çıxır. Yəni, fikir verin, boğazdan çıxır. Hərfin məxrəci səsi boğazdır. Boğazın dərinliyidir. İqra, iqra, ağız boşluğundan çıxmır. İ dodaqdan çıxdı. Qaf hərfi boğazdan çıxdı. İ-dən sonra, q-dan sonra hansı səsi deyirik? R-nı. R-nın məxrəci harada? R. Özünüz r deyəndə görəsiniz ki, r hərfinin, r səsinin, yəni ra hərfinin məxrəci dil yuxarı damağa dəyər. R. Fikir verin, i dodağa oxşuyurdusa, q boğaza getdi, r artıq sanki buradan bir xəyala xət gəldi, bura təzədən qalxdı yuxarı damağa. İndi i-dən sonra, q-dan sonra, r-dan sonra a deyəcəyik, iqra. Burada 4 səs var, i, q, r, a, 4 səs. A, ağız boşluğundan çıxır. Fikir verin, i dodaqlar, q boğaz boşluğu, boğazın aşağısı, r damaq, a isə ağız boşluğu. Yəni, burada iqra deyəndə iqra. Bunun əgər biz rəsmə töksək, rəsm kimi çəksək, bu cür yazılır. Dəl, mim, ha, mim. Yəni, Muhammed. İqra, yəni oxu. Amma biz bunu rəsm kimi baxanda ki, bu səslər hardan çıxır? İqra, yəni Muhammed sallallahu aleyhi və səlləm. Yəni, fikir verin, ilk əmirdir. Düzdür, ilk kəlmədir. İlk kəlmə bismidir, bismilləhdir, bismillahirrahmanirrahim ilk cümlə. Çünki Ələq surəsi ilk ayəsi bu cür başlayır. İqra bismi rabbikəl-ləzi xələq olaraq başlamır. Bu cür başlayır. Bismillahirrahmanirrahim. İqra bismi rabbikəl-ləzi xələq. Yəni, bu iki cümlə əslində bir ayədir. Biz bu cür baxanda nə cür olur?
Muhammed ilk əmr forması oxu. Kimə deyir oxu? Muhammedə deyir oxu. Fikir verin. Yəni bu çox gözəl bir oxşatmadır, amma məncə bu elə belə bir təsadüfi bir şey deyil. Məncə bu elə tam bir həqiqətdir ki, əmr formasını Allah Teala o cür yaradıb ki, ərəb dilində. Onu bizə rəsm kimi boğaz məxrəcləri ilə baxanda xəyali Muhammed kəlməsi yazılır. Onun əhl-i beytinə səlavat və səlam olsun.